Hər vaxtınız xeyir dostlar. Bu günləri mən sizlə moving average hesablamasını göstərmək istəyirəm və biz necə aşağı və yuxarı sərhədləri təyin edə bilirik və daha çox statistik üsulla bunu necə eləyə bilərik onu göstərəcəm. Praktikadan çox lazım olunan metrikslərdən biridir və bunu insanlar Power BI-da, yəni DAX formula dilində düzəltməkdə çox çətinlik çəkirlər. Onun üçün də planlaşdırdım ki, sizin üçün belə bir video hazırlayım və düşünürəm sizlər üçün də praktikada çox faydalı olacaq. Qısaca olaraq bizə lazım olan, gəlin başlayaq. Qısaca olaraq bizə date kolumundan bir-iki şey hesablamalar eləyəcək, calculated kolumlar. Demək, bizə nə lazımdır? Biz ilkin olaraq indeksləmə metodu deyilən bir şey var. Fərq etməz bu DAX dilində olsun, Power BI-də, yaxud SQL-də olsun və yaxud başqa dillərdə. Biz indeksləmə metodundan istifadə edə bilərik. Məsələn, deyirəm ki, year, month, gəlin bunu böyüdək biraz. Okay. Deyirəm year, month, index. İndeks nəyə bərabər olsun? Əgər biz ili əgər 12-yə vurub üzərinə date gəlsək, month date və bir çıxsa, bu bizə unique hər ay üçün unique bir indeks yaradacaq. Gəlin burada baxaq. Məsələn, bizdə fərqli indeksləri var. Hər ay üçün fərqli indekslər yaradır bizim üçün. Bu nə üçün lazımdır? Əgər biz look back periodu ilə hansısa geri bir data, məsələn, geri 6 ayı götürmək istəsək, onda bu indeksləmə metodundan istifadə edə bilərik. Və ikinci olaraq biz nə edəcəyik? Gəlin bir measure yaradaq. Gəlin burada hansısa bir hazır. Məsələn, tutorials tabı açmışam burada. Gəlin siz üçün burada həmən genişləndirmə edək və həmən hesablamanı moving average burada hesablayaq. Deyirəm ki, 6 months moving average. Biz indi nə edəcəyik? Gəlin çalışaq, qısa şəkildə bunu izah edək. Birinci demək istəyirəm ki, mənim cari ayımda olan date-i ver. Mən nə edərəm? Gəlin belə yazaq. Current month deyirəm. Cari ayı bilmək istəyirəm. Hansı aydayıq biz? Nə edəcəm? Maksimum həmən o tapdığım year month indeksini qoyuruq bura. Və nə edirik? İkinci olaraq gəlin, mən belə demək istəyirəm. Bax, burada yazıram. Gəlin burada comment bildirək ki, biz nəyi etmək istəyirik. Year month index oldu bizə unique date month. Okay, və ikinci biz nəyi hesablayacaq? Bu istifadə edir look back periods. İkinci biz nə hesablayacaq? Biz data frame düzəldərik, hansı ki 6 ayın datasını bizə gətirmiş olacaq. 6 months look back period of data. Sonra biz nə edəcəyik? Ortalamanı tapacaq, average-i. Həmən bu frame-də average 6 months. Okay. Burada gələcək. Nə tapacaq? Okay. Başqa heç nə. Biz burada bir də statistikadan bildiyimiz kimi 95% confidence intervalla tapacaq upper and lower bounds. Bunun da formulası olacaq
moving average plus 1,96 skorla standard deviation. Bu olacaq plus minus standard deviation. Və gəlin həmin bunu burada icra eləyək. Nə etməliyik biz? 6 ayın datası ikinci əməliyyat olaraq 6 ayın datasını tapaq. Biz nə edərik? Mən bunu adlandıraram filtered df, filtrlənmiş data frame. Filter verərəm burada table funksiyası olaraq. Burada nə eləyəcəm? Mən deyirəm, məndə datada buna deyirlər predicate. Yəni explicitly göstərirəm ki, Yermas indeksində hansısa bir filtrləmə olmasın üzərində. Həmin bunu yazdım və deyirəm aşağıdan Yermas indeks olsun. Deyirəm maksimum olsun cari ay və deyirəm olsun təzədən yenidən Yermas indeks olsun cari aydan geriyə 6 ay. Maksimum yenə bu ay olsun, ilin bu ay olsun və geriyə olaraq 6 ay. Və buradan mən sonunda bir variable təyin edirəm, result və deyirəm ki, əgər bunu yazırıq belə, əgər filtr olunmuş datada 6 ayın datası varsa, o zaman mənə hesabla və modifier kimi deyirəm average x olsun, ortalaması hansı frame-dən olsun? 6 ayın data frame-indən elə deyil, burada hesabladığımız olsun 6 ayın data frame-i və nə olsun? Deyirəm sales amount. Sales amount da bu arada buradan yaza bilərik. Sales amount bərabərdir sales quantity olsun sales price. Buradan nə dedim mən? 6 ayın tapsın və deyərəm yenidən, yəni bunu aşağıda yazaq. Burada biraz yer yaransın. Deyərəm ki, həmən data üzərində, date üzərində heç bir filtrləmə olmasın. Və deyərəm result. Mən həmən bunu gəlib burada save eləyəcəm. Gəlin qısaca olaraq bir qrafik götürək və həmən o qrafiklə biz göstərək görək nəyi tapmışıq. Gəlin belə bir buradan biz date-i gətirək. Sales amount hansıdır bunu gətirək. Sonra bizim tapdığımız 6 months moving average bunu gətirək. Və burada görürsünüz niyə belə olur? Çünki bu daily göstərir gündəlik olaraq. Və nə edərik biz? Məndə end of month var. Çünki bilmək bunu biz niyə qoyuruq? Çünki data ayın sonuna qədər populate olunsun. Onun üçün lazımdır. Yəni günlük dailydən aylığa keçsin. Ondan ötürü. Əgər buna qoysaq, genişləndirməni təzədən eləsək və buradan görürsünüz hər ayların sonunu göstərir. 28-i, 30-u, 31-i və s. İndi biz aydındır ki, buradan biz ortalama ilə müqayisə edirik. Məsələn, satış bu qədərdir, ortalaması bu qədərdir. Əslində ortalamanı keçib bu ay cari ay üçün, məsəl üçün. Həmən bunlara da şamil eləmək olar, eynisini. Və gəlin burada qısaca biraz bunu gözəlləşdirək. Və okey, burada ortada olsun. Və biz indi nə edirik? Mən bilmək istəyirəm ki, həqiqətən də burada yuxarı və aşağı sərhədlər hansılardır? Yəni, bir növ outlier-ı tapmış kimi oluruq. Mən nə edərəm? Bayaq yazdığım 6 months burada kommentdə göstərdim sizə. Upper-lower boundlar məsələsi var. 95% confidence intervalı ilə və həmən bunu biz gəlin yeni measure yaradaq, orada implement eləyək. Yaradağın olsun bizdə yuxarı genişləndirək.
olsun bizdə upper bound elədir. Upper bound 95% CI confidence interval. Nə edərəm mən? Həmin düsturu burada kopyalayaram və variable verərəm. Upper bound elədir. Nə edərəm? Bizim tapdığımız moving average 6 mass moving average plus olsun 1.96 skorla vuraram. Okay, bizə burada nə lazımdır? Standard deviation. Tamam. Onda biz bunu hələ yazmırıq. Gəlib indi standard deviation hesablayacaq. Yaddan çıxmamış. Nə edərik? 6 months moving average buradan kopyalayarıq. Elə deyil. Və gələrik həmən 6 months moving average-in 6 months standard deviation hesablayarıq. Həmən bunu kopyalayırıq bura. Average x-da biz yaza bilərik. Səhv etmirəmsə bu olmalı. S standard deviation evaluate expression. Bunu gəlin burada run edək. Yoxlayaq. Okay, 6 months standard deviation. Mən indi qayıdıram upper bound-a. Orada biz test eləyək. Həmən 1.96-nı vururam. Standard 6 months moving average. Sorry, 6 months standard deviation. Əgər mən bunu bura göstərsəm, okay, bizdə upper bound-u göstərdi. Yəni, burada fikir verirsəniz, həm ortalamanı, həm də okay, burada upper bound-u keçir. Yəni, bu deviation olaraq bunu qeyd ala bilərik. Həmən gəlirəm burada, bu yazdığımı kopyalayıram və nə edirəm? Yeni measure yaradıram və burada kopyalayıram, buna qoyuram lower bound, yəni aşağı sərhəd və biz demişdik orada olur plus minus elədir, yuxarı və aşağı. Burada mən minus edərəm. Bunu da adını dəyişərəm. Lower bound qoyaram. Adını da qoyuram belə lower bound. Və burada gəlirəm. Lower bound-u da buradan bir dənə yazalım. Upper bound və burada biz lower bound qoymalıyıq. Okay, burada bizə belə bir şey göstərdi. İndi biz bunu qısaca olaraq desək, belə eləyə bilərik. Məsələn, mən adətən praktika deyəndə fərqlənsin deyən bunları soliddən dəş edirəm və bunu azaldıram. O birisində gəlib lower bound-u da bir azaldıram və dəş edirəm və beləliklə biz bunun rəngini də qırmızı qoya bilərik ki, aşağı lower bound-dır. Bu formada hazırlaya bilərik. Düşünürəm ki, sizə də faydalı olacaq və burada biz hər hansı bir nəyisə yoxlamaq istəyirsə, kateqoriya üzrə gəlib buradan görə bilərik. Upper və lower bound-ları necə dəyişir. Ümid edirəm, faydalı oldu sizin üçün də. Əgər sualınız yaranırsa, o zaman şərh bölməsində qeyd edə bilərsiniz və yaxud soruşa bilərsiniz mənim özümdən. Sağ olun, hələlik.